Paşinyan Köçəryana qarşı son həmləyə keçir. Bakı və Ankara planı İrəvanı uçurumdan xilas eləyəcək. İrəvanın daxili siyasi sabitliyi, xarici siyasət prioritetləri və regional proseslərə münasibəti əvvəlki illərlə müqayisədə yeni mərhələyə qədəm qoyur. Hakim Vətəndaş Müqaviləsi Partiyası parlamentdə üstünlük qazanaraq hökuməti təkbaşına formalaşdırsa da, yeni parlamentdə Samvel Karapetyanın rəhbərliyi elədiyi güclü Ermənistan, Robert Köçəryanın Ermənistan bloku və bariyeri keçə bilən digər müxalif qüvvələr də təmsil olunurlar. Hökumətin formalaşması zamanı kilsə siyasi proseslərdə rol olmağa çalışsa da, Paşinyan komandası onun təsir imkanlarını məhdudlaşdırdı və kilsəyə bağlı qüvvələrin parlamentdə ayrıca siyasi güc olmasına imkan vermədi. Hələ bu da azmış kimi ilk dəfə olaraq parlamentin ilk iclası Apostol kilsəsinin xeyir duası olmadan baş tutdu. Amma radikal müxalifət yenidən kilsəyə üst tutaraq onu hakimiyyətə qarşı ictimai müqavimətin əsas platformalarından birinə çevirməyə çalışır. Bu isə göstərir ki, İrəvanda siyasi mübarizə təkcə parlament divarları daxilində deyil, həm də dini institutlar və küçə siyasəti üzərindən davam edəcək. Köçəryan blokunun ilk iclasda cığallıq eləyərək iştirak eləməməsi də siyasi mübarizəni parlamentdən kənara çıxarması, yeni parlamentin legitimliyini şübhə altına alması mənasına gəlir. Bu da onu göstərir ki, Ermənistan müxalifəti seçki nəticələrini qəbul eləsə də yeni siyasi reallıqlarla barışmaq istəmir. Bu səbəbdən deyə bilərik ki, Paşinyan komandasını küçə etirazları, kilsə faktoru, parlamentdən kənar müxalifət təzyiqi də gözləyir. Məhz bu faktorları nəzərə alan baş nazir yeni hökuməti də növbəti siyasi mərhələyə hesablanmış formada qurur. Hakim partiyanın əsas vəzifəsi bundan sonra həm daxili siyasi sabitliyi təmin eləmək, həm də seçki öncəsi verilən vədlərin icrasını sürətləndirmək olacaq. Çünki seçkilərdən sonra cəmiyyətdə yaranmış siyasi fikir ayrılığı və siyasi parçalamanı nəzarətdə saxlamaq çox vacib və əhəmiyyətlidir. Müxalifətin indidən verdiyi anonslar onu göstərir ki, küçə etirazları, kilsə və diasporda koordinasiyalı hakimiyyət əleyhinə fəaliyyətlərə start veriləcək. Bu səbəblərə görə də yeni hökumət siyasi-iqtisadi problemlərin həlli ilə yanaşı siyasi sabitliyin qorunması, dövlət və hökumət orqanlarına etimadın artırılması kimi vacib vəzifələri də üstlənmək məcburiyyətində qalır. Kabinetdə bir sıra əsas fiqurların vəzifələrini saxlaması Paşinyanın dövlət idarəçiliyində ardıcıllığa üstünlük verdiyini göstərsə də, bəzi istiqamətlər üzrə həyata keçirilən kadr dəyişiklikləri hökumətin fəaliyyətində yeni prioritetlərin müəyyənləşdirildiyindən xəbər verir. Bu prioritetlər isə regiondakı geosiyasi dəyişikliklər, Azərbaycanla münasibətlərin yeni mərhələyə keçməsi, sülh müqaviləsinin imzalanması, Türkiyə ilə münasibətləri normallaşdırmaq, Rusiya ilə münasibətlərdəki gərginlik, Avropaya inteqrasiya, Cənubi Qafqazda kommunikasiyaların açılmasından ibarətdir. Bu səbəblərdən dolayı yeni hökumətin əsas sınağı xarici siyasətlə bağlı olacaq və verilən vədlərin vaxtında yerinə yetirilməsi ümumi ab-havaya təsir eləyəcək. Paşinyan komandası sələflərindən fərqli olaraq bir mərkəzə bağlı olmaqdan qurtularaq çox şaxəli diplomatik münasibətlər qurmağa üstünlük verir. Bu sıraya Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə münasibətləri genişləndirmək, digər dövlətlərlə əlaqələri inkişaf elətdirmək, regional əməkdaşlıq formatlarında iştirakçıya çevrilmək və paralel olaraq da Rusiyanın illərlə təklif elədiyi üstünlüklərdən faydalanmaq daxildir. Bütün bunların öhdəsindən yeni hökumətin necə gələcəyini zaman göstərəcək. Amma vurğulamaq lazımdır ki, Paşinyan hökumətinin xarici siyasətinin ən həssas və tali yükül məsələsi Azərbaycanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanmasıdır. Seçki öncəsi sülh sazişinin imzalanması prioritet kimi təqdim edildiyi üçün artıq əməli addımlara keçməyin vaxtı çatdığını yeni komanda anlayır. Bunun üçün isə konstitusiyada dəyişikliyin reallaşması vacib şərtdir. Ermənistan konstitusiyasının preambulasında yer alan və 1990-cı il müstəqillik bəyannaməsinə istinad edən müddialar Azərbaycanda ölkəyə qarşı ərazi iddialarının hüquqi əsasının qorunub saxlanılması kimi dəyərləndirilir. Məhz buna görə də Paşinyan hökuməti seçkilərdən sonra da məsələni daha açıq şəkildə ictimai müzakirəyə çıxarmağa başlayıb və yeni konstitusiya layihəsinin hazırlanmasının dövlətin uzun müddətli inkişaf strategiyasının tərkib hissəsi olduğunu vurğulayır. Bu proses üçün isə əvvəlcə yeni layihə hazırlanmalı, parlamentdə təsdiqlənməli və nəhayət referenduma çıxarılmalıdır. Revanşist qüvvələr və kilsənin bu prosesə qarşı çıxacağı, milli maraqlardan geri çəkilmə kimi cəmiyyətə sırayacağı artıq indidən müşahidə edilir. Amma söyləmək lazımdır ki, konstitusiya dəyişikliyinin vaxtının uzadılması Ermənistan xarici siyasətinə mənfi təsir göstərməklə yanaşı, Azərbaycanın səbir kasasının daşması ilə də nəticələnə bilər.
və Paşinyan komandası bu faktı gözəl anlayır. Eyni zamanda yeni hökumət bilir ki, referendumun uğurlu nəticəsi İrəvanın regionda yeni hüquqi siyasi reallığı qəbul etdiyini nümayiş elətdirən ən mühüm addımlardan biri kimi qiymətləndirilə bilər. Əks halda prosesin uzanması və ya referendumun uğursuz nəticələnməsi həm Azərbaycanla yekun sülh sazişinin imzalanmasını gecikdirə, həm də Paşinyanın üçüncü hökumətinin siyasi legitimliyi və islahat gündəliyi üzərində əlavə təzyiq yarada bilər. İrəvanın yeni dövrdə xarici siyasətinin digər mühüm istiqaməti də Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır ki, bu da Azərbaycanla sülh müqaviləsinin imzalanmasından birbaşa asılıdır. Paşinyan komandası anlayır ki, regional layihələrdə iştirak eləmək, Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı yeni geo-iqtisadi mühitdə təmsil olunmaq üçün həm konstitusiya islahatına getməli, həm də Ankara ilə münasibətləri normallaşdırmaq vacib şərtdir. Xarici siyasətin digər istiqaməti Rusiya ilə bağlıdır ki, İrəvanın Moskva ilə münasibətləri əvvəlki strateji müttəfiqlik modelindən fərqli mərhələyə qədəm qoyub. Paralel olaraq Qərb institutları ilə əməkdaşlığı genişləndirən Paşinyan Kreml ilə münasibətləri tam qoparmadan yeni balans yaratmağa çalışır ki, onun Putinlə son telefon danışığı, Moskvaya səfər eləyərək Rusiya lideri ilə görüşmək istəyi bundan xəbər verir. Yekun olaraq deyə bilərik ki, üçüncü dəfə mandat qazanan Paşinyanı bu dəfə mürəkkəb daxili və xarici siyasət kursu gözləyir. Bir tərəfdən konstitusiya islahatları, mümkün referendum, müxalifətin və Ermənistan Apostol kilsəsinin müqaviməti, digər tərəfdənsə Azərbaycanla yekun sülh sazişinin imzalanması, Türkiyə ilə normallaşma, Rusiya-Qərb rəqabəti və regionda dəyişən geosiyasi balans yeni hökumətin fəaliyyətini müəyyən edəcək əsas amillər olacaq. Eyni zamanda yaxın müddət ərzində yeni hökumətin atacağı addımlar da hansı geosiyasi istiqamətə üstünlük verəcəyinə aydınlıq gətirəcək. Əgər konstitusiya dəyişikliyi həyata keçirilib, Azərbaycanla sülh müqaviləsi imzalansa və Türkiyə ilə münasibətlər normallaşsa, Ermənistan regional əməkdaşlıq və layihələrdə iştirak edərək gələcək inkişafına təminat verə biləcək. Eyni zamanda Rusiya və Qərb arasında da balansı qorumaq vacib şərtlərdən biri olacaq. Əks halda daxili siyasi qarşıdurmalar, müxalifət və kilsənin təzyiqləri, xarici siyasət balansının pozulması və özünü təcrid siyasətinin davam etməsi Ermənistanı məhvə doğru sürükləyə bilər. Kamil Məmmədov, Leyla Mehdiqızı, Rinat Qurbanov, Report.